حروف عامل در اصل مضارعه حروف ناصبه حروف جازمه ola okumuşuq. Qeyri-amil də okumuşuq indi. Bismillahirrahmanirrahim. Hurufe amil der ismi oxuyuruq. Usta zəbt edin. Bəli, zəbt edin. Əvvəl bu vərəqəyə baxın. خب حروف عامل در اسم یعنی حروفی که حروف demişik bir kələmatdır da. Kələmatı ki nə ism olar, nə hərf olar, onlara deyirik huruf. Onların bir dəsi qeyri-amil olar, bir dəsi amil olar. Qeyri-amilləri 14-15 murdə əzələmişik. Amiller de ya amil der fiil muzare olar, olar da tozih vermişik ki ya amil nesb olar ya amil cezm olar. İndi hurufe amil der ismi. Elbette buradaki ismi deyirik, zaten cümlede hesaplanan yani amil der ism, توی parantez ve cümle. خب indi bu vərəqəyə baxsaq 3 dənə yazmışıq. Hurufe amil der ismi yazmışıq. Hurufe nasibe ism. Çoğun qabağında akıllı daşmışıq. Yazmışıq hurufe müşəbbətun bil fiil. İnnə, ənnə, lakinnə, leytə, ləəllə. Bir dənə də var. Kəənnə. Kəənnəni yazmamışam. Qaçı boyda. İzafələndiyə bilərsiniz. İnnə, ənnə, lakinnə, leytə, ləəllə, bir də kəənnə. Kanə kimi yazılacaq? Kəənnə oxuyacaq. Xub, bunlar qiyafələr bir cüyd amma hərf edir da. Ləəllə məsəl hərf edir, leytə hərf edir. Xub, bunlar neynərlər? Cümlə ismiyyənin əvvəlinə gələrlər. O mübtədaya nəsb verərlər. Bir de la nəfi cinsidir. Aşağıda da misal vermişik. La rəzülə hazır. İndi bunları tozih əzləyəcəm. Bu bir mورد. Huruf-u amil der ism yəni ismə nəsb verər. İsmin axirine fətə verər ya tənvini nəsb verər. Bir de huruf rafe ismi merfu eler. Onlar da azdı. 3 tane zattı. 4 tane, 5 tane çok azdılar. Onlar huruf şəbih və leysə deyərlər. Leysə neynə? Nəvasixdəndir. Gələr mübtədanı, xəbərin mənsub elər. Yazmışıq huruf şəbih və leysə. La, ma, la, tə. Bir tane eyni var. Eyni. Onu da orada qaçırtmışam. Yadımdan çıxacaq. Eyni. Məşhur tərini sevimidir. Huruf-i carrədir. Şöyle nə qədər yazmışıq? Min, ən, fi, be, tə, kə, le, hətta, və, munzu, muz. Xala, rubbe, haşa, əda, ela, əla. Bunlar mənalar var da. Bunlar da huruf-i cərridir. Yəni bunlardan sonra ismin kəsrəsi olar. Min yəni əz, ən də yəni əz, aram ərzəliyəm. Fi yəni der tu ha. B müxtəlif mənası var. Bir mənası be vəsiləyə, bir də qəsəm. Billah, vallah, huzur. Tədə hərfi qəsəmdir. Təllah. Andullallaha. Kə hərfi cərridir. Kə yəni manəndir. Le bərayə, hətta bərayə ya da ta. Və də hərfi qəsəmdir. Vallah, billah, vəl əsri. Muz, munzu. Ola yəni əz zamani ki. Xəla yəni cüz. Rubbe yani çe besa. Haşa, əda yəni xeyr. İla yəni ta. Əla yəni bəd.
هاشا نه ادا دوستان خیر یا جز ادا خیر هاشا و ادا یعنی جز الا معناsu نداره. خب bunlar meşhurترین حروف نصبdir. Yəni bunlardan sonra ism mənsub olar. İndi bunlara bir misalına. Hər eləyək bizim bir dənə cümlə ismiyyəmizi tanıyıq da müxtəsər. Mübtəda və xəbərdən təşkil təvar. Deyirik ki, Allahu adilun. خب bu bir dənə cümlə ismiyyədir. Cümlə ismiyyə. İsmiyyədən nə olar? Mübtəda xəbər olar. Adillun ondan. İnnəllaha adilun. Onda lam yazmıyor ya alif Adilun. var. Özü. Allahu adilun. یک cümlə ismiyyə. Allah. İndi amın əvvəlinə nəvasix gələr. Nəvasix. Məsələn, huruf müşəbbətun bil fiil. Nəvasix yadımızdadır da oxumadı. Huruf müşəbbətun bil fiil. Məsələn, innə. İnnə bəlavə bu cümlə bu gələr. Mübtədanın bu zəmməsi fətə ilə. Ola innəllahə adilun. Deyək, əməl elədi. Yəni deyək, innə amil oldu. Yəni ismi də əməl elədi da. İsmi ki əvvəl Allahudu, zəmməsi var idi. İndi oldu fətə. Bula elə hamısı bu cürdür. Ənnə, kənnə, leytə, ləəllə. Olay da o cürdür. Məsələn, deyirsən ki, Ər-rəculu kazibun. این مرد دروغگوست. Bu oldu mübtəda. Bu da oldu xəbər. Mübtəda gəh mərfu ola. Xəbər də gəh mərfu ola. Cümlə ismiyyədir. Yeç. Cümlə-i ismiyyə. Yaxşı. İndi bu hurufatın hansı gəlsə mübtədanı mənsub edəcək. İnnə, indi məsələn kəənnə, lakinnə. Məsələn, lakinnə. Lakinnə gəlsə bunun başına bu ər-rəculu olacaq nə mənə? Ər-rəculə, lakinnə rəculə qazibu. Tərkibdə nə cür deyəcəyik? Tərkibdə əvvəl deyik ki, ər-rəzulu mübtəda, kazibun xəbər. İndi tərkibdə deyəcəyik ki, lakinnə hərfi müşəbbəhətun bil fiil. Ürəyimizdə deyəcəyik əz nəvasix. حرف مشبه نواسخ یعنی باطل کننده. yaxşı. Bu mübtədaya da mübtəda deməyəcəyik. Deyəcəyik ki, mənsub oldu da isminlə. İsmin lakinnə. Bu xəbərə də deyəcəyik xəbər lakin mərfu. Xəbəri lakinnə. Mövzu dərsimiz də nədir? Huruf
عامل در اسم عامل نسب نشان veriyor. Nesbeledi da. Yani ismiden de منظور مبتداdır. خب burada bir müşkil var soruşun. Şimdi bu inne, yene, enne, çenne, lakinne, leyte, leelle ola hamısı elə inniyətə əməl elər. Biraz. Siliyəm ha. İcazə versiniz. Ya. Şimdi bu la yoldaşı da la-i nefi cinsidir. La-i nefi cinsi de elə bu hurufu müşəbbətun bil fiilə şəbihdir. Diqqət qurun. Deyirik ki, Er-rəculu hazirun. Şimdi bunun tərkibində nə olar? Er-rəculu hazirun. Diyor ki cümle ismiye yek. Cümle ismiye. Er-rəculu merfu. Yine merfu düzenmesi var da. Mubtada. Hazirun merfu. Haber. Bu bunun tərkibidir. İndi innə gətsək necə olacaq? İnnə rəculə hazirun. Necə olacaq da? Lakinnə gətsək, lakinnə. Ya kənnə gətsək, kənnə ər-rəculə hazirun. Düzdür? İndi diyor ki, bir tane la var ha. Adı la-i nəfi cins. Onu gətirək ki, necə olar? La. La. İndi mənim əlimə baxın. Hamız baxın. Bu la ki gəldi. İnnə kimin bu zəmmə ola fətə. Bunun bu əlif lamı da gedər. Olar la rəculə hazirun. İnnə gələndə əliflamla işimiz yoxdur ha. İndi bu oldu la rəculə hazirun. Mənası nə olar? Mənası da dəyişilir. Həm bu cür qiyafəsi dəyişildi. Mənasında heç nisti gələcək. Mənası olar heç mərdi hazir nist. Bunda er-rəculu hazirun mərdi hazir است. این مرد یک مرد با الفلام یک مرد یک مرد hazır است. یک مرد حاضر است یا آن مرد حاضر است یا این مرد حاضر است اما da bu la gelse olacak hiç merdi. Şimdi terkib edəndə deyəcək la nəfiyə cins. La nəfi cins. Bu yadınızda da demiştim ki məbnilər iki cürdür. Məbni zati və arizi. Yadınızdan çıxır. Məbni. İndi bu rəculə bu da məbni olan. Məbni bər fəthə. İndi la rəculə mənsubdur, məhəllən mənsub. Məhəllən mənsub. Bismillah. Hazirun da xəbər. Xəbəri la-i nəfiyə cins. La rəculə hazirun. Hiç mərdi hazir نیست.
evvelden mübteda ve haber ediler. İndi oldu Resul İsmillah. Hazırın oldu haberellah. Bunun da manası değişildi. Hiç oldu. Üstad mahallen mensup. Bu olsun mebni oldu. Mebni. Mebni olsa mahalle mensup oldu. Mebni arasıdır. Tayinçi hiç diye bilek de. خب اگر lazımız ders salacaksınız salın. Yok ki sileyim aynı sözle yazıya. Bəs la nəfi cins yəni mənə? Nəfi cins, cins yəni ismi am. Cins yəni ismi am. Nəfi cins yəni ismi ammı nəf elədi. Xoş. İndi deyirik ki, lay nəfi cinsin Cahdan xəbəri həsb olar. Lay nəfi cinsin xəbəri cahdan həsb olar. O xəbərdə kəlime-i nəziri mövcudun, hazirundur. Deyirik ki, la ilahə hər gün deyirsiniz da. La ilahə illəllahu. La ilahe illallah. Bu cümle bu cümlemiş bu. La ilahe mevcudun illallah. Yani burada bir tane mevcudun ki haberde hasf olur. Tercih belirlenir yazıyor ki la'e nefye cins az nevasıh ilah da mübtedeymiş. Şimdi bu da olup Mevcudun ne neydi? Hasb olup da büyüdür. Bəli. La ilahe illallah mevcudun ne mi? Xəbər idi. Xəbəri da indi. İlahə məhələn mənsub İsmillah xəbər məhzuf. Xəbəri ki məhzufdur nə mənəymiş? Mövcudun. Budur da. Buzu deyə bilərdi. La ilahə mövcudun. Vəli deməyib. Faktör tutub. Kiçildib cümləni. İndi biz danışıyoruz Farsıda, Türkçədə. Deyirik ki, gələrsən. Siz də deyirsiniz ki, naçaram da, gələcəm da. Naçaram. Naçar. Naçarı bu cür deyirsiniz. Labod. Ha, labod gələcəm. Labod. Laboda. İşlədərək da. Labod در واقع لابده بود یعنی چاره لابد یعنی هیچ چاره ای نیست لابد چی işlettik yani labد موجودun biz bunu təxfif qail olmuşuq labd deyirik labd yəni labد موجودun Mesela Araplar işlediler la hilete. La hilete. Elə o da o cürdür. La hilete mevcudu. Hile yani çare.
عربی‌ها دیگه لا محاله لا محاله o دوسیده یعنی لا محاله موجودون که مهمترین مثال لا اله الا الله Eşli püsler dua eləyəndə. Dua eləyəndə deyərlər ki, mən süfrə duası verəndə olubsuz, siz olubsuz. Siz olmayıbsınız. Kim olmayıb? با هم getməmişik nahara. Getmiyorsun. Ayfır soğutu ilə çox bizi dəvət elərlər şimdi. Deyir ki, Allahümme teqabbel ihsanel muhsinin la siyyema hazil əsənə. Deyərəm də bunu. La siyyema. O da buzudur. La siyyema. La siyyema. Yani la siyyema mevcudun. Ayet-i yaparsan onu orada ihsan verirsen bir defa da dua eylemiş size. Bir defa bizim bu cəlsəmizə apar. Yana mı He? ne? Siyyama yana mı ne? Ələl xüsus. La siyyema yani ələl xüsus. La siyyama. Siyyema Böyle ihsan. ələl xüsus. Bir defa cəlsəsin o fağızda İnşallah. zat fəsli ha, əri fəsli. Orada ərişlərdən yer yox, dua eylər o. Deyər ki, Allahümme teqabbel ihsanel muhsinin la siyyema Mesela bir insan erk vakti oraya. Ərif vaxtda, əlbəttə beşər ki, yeyilmə yumurta da verir ha, ya da omlet verir. Oraya mutasınlar bir. Həm də yeyilmə yumurtanı siz verin, ya omleti siz verin. Orada deyəcək, la siyyema hazihil həsənə. La həman lay nəfi cinsidir, yəni ələl xüsus, məxsusən. Xob, Usta da gerek. Dostlar muvafık olsaydı o duanı bir buyurasız hem zəbt olsun hem də bilmağımız yaxşıdır da. yoxdur, dua sizin quşlarda zəbt olsunlar. Deyir ki, elhamdülillah, duayı süfrə. Elhamdülillahillazi, indi ayə zaliməndir, bu ehsanlarla dua ediyor. Elhamdülillahillazi yut'imu və la yut'am. O da la yut'amadır ha. Yuhsinu ve la yuhsan, yurzigu ve la yurzak. Hani'an lil akilin, bereketen lil bazilin. Allahümme tegabbel ihsanel muhsinin, la siyema hazihil hasene. Çok idaməsi var. Hani kadar sen zaten da buzu şeyler. Amin. Sizdə məsələn amin buyurursunuz da. Allahümme rzuqna tevfiqət ta'a və bu'dəl məsiyə və sidqən niyyə və irfanəl hurmə və səddid əlsinətina bis-səvab vəl-hikmə vəmlə qulubana minəl ilmi vəl-mərifə Allahümme tahhir butunana minəl harami və şubhə. Ne kadar diyorsan buzu çevrede galiba o bir iktizai meclis. Üçün bir ziyafətdə bücürdük, bir nəfər qalxdı, bücür dua elədi. Hidudən 20 dəqiqə tul çəkdi bu dualar. Oh. Bavucudun ki 20 dəqiqə tul çəkdi. Bəli, yormadı. Bizə o qəzadan bəh yapışdı. Aha. Bunun o Nuh duası. Nuh duası da geçer. Bizi uzattı dedi bunları. Nağat dedi. Bəli. Hepsi bir 20 dəqiqə çəkdi. Zaten iftikar da xərcə verir. Farsı, Türkçü, Ərəb. Bax, Ərəbi dua eləməndilə bir o ehsan sahabının canına yatmıyor. Deyir ki, bu, bir yere xəşk olmuşdu. Zirviyet aydıdır. Onlar biz dedik da, deyə bilərdik da. Bir defa da biz Spanya'ya gitmiştik, bir nefer vardı, o da çok sağ. Oturandan sonra bir nefer dedi, bundan böyle nahar zahar etmiyor. Bu Spanya'nçı, naharcı köyüne. Xob. La, ha, orada deyir ki, Allahümme teqabbel ihsanel muhsinin la siyyema hazil həsənə. Xudaya ehsan نیکوکارları qəbul elə, ələl xüsus bu ehsanı. Xob.
Ustad olan mənalar bir bölümə yazılırsa pəşin. Mən yazmadım. Labod. Hiç çare نیست. Elə bu da çarədir. Bunların hamısı çarədir. Axirəki ələl xüsusdur. خب bunlar huruf عامل نسبیdir. Gözü deyil la bod də fətə verdik da. La hilətə, la mahalə. La ilahe. Amil nesbi dedik. İndi amil rəf'i. Bir hurufi var ləsə mənasında. Təzdən gene yazıyor. Yazıyor ki er-rəculu hazirun. Bu bir cümle ismiyedir. Er-rəculu merfu mubtada hazirun merfu xəbər. Huruf müşəbbədun bil feili cətduqda bunun əvvəlinə nəvasixdir, nəsx elədi da. Mubtədanı. İndi bir ayrı huruf var ki, bərəks müşəbbədun bil feildir. Kanə kimindir? İndi bunu bu əvvəlinə kanə gətsək, kanə. Onda nə olar? Olar cümləmiz bu cür olar. Kanə er-rəculu hazirən. Kanə gəlsə bu cümlənin başına bu cür olar. Deyəcək ki, fe'l-i naqisi از نواسخ مرفوع اسم کان منصوب خبر کان. Bu adi bir cümlədir. Mubtada xəbər. İndi ismi nevasih, bu da nevasihtendir. İsmi kâne, bu da haberi kâne. Bu yazın. İndi eləyə bildik kanəyə ləsə gətirək də. Ləysə ər-rəzulu hazirən. Elə o da kanə kimi. Mənası mənfi oldu. Tərkibi bu cürlə. Ləysə əz əf'al-i naqisi, əz nəvasix. Ər-rəzulu mərfu ismi ləysə. Haziren haber leyse. Mansub. El-əmal həmandır. İndi eləyə bildik bu leysənin bir dostları var. Hurufi şəbih və leysədir. Leysə kimi. Məsələn, olan yerinə gətirək en, ya ma, ya la, ya latə. این الرجل حاضرن إلى أدعون تایده. Bu arzın hazır. Er-rəculu hazirun. İn mərd hazir است. Ya mərdی hazir است. بله. Onda indi مردی yok, یک مرد. یک mərd hazir است. بله. İndi kana er-rəculu hazirən. Yani an یک مرد حاضر بود. Bu این یک مرد حاضر است. کانه gelse an یک مرد حاضر بود. Gözəşdə oldu. گذشته de کانه گذشته de. Leyse hal olay. An یک مرد حاضر نیست. Məmnun.
خب indi deyirik ki Üstad üzr istəyirəm. Maaşı gəldi, o en rəzələ hazırən. Düzdür, o cür olacaq da. En rəzül, eynən leysəşim, in ər-rəzzulu hazır. Mada gəlsin. Elə mada özüdür. Lata da özüdür. Bəs neysə nəfi elədi. Bəli, misli kana əmr edirik də, fəqət mənfi elədi. Bəli də. Ha, məmnun. Xop. Bunlardan sonra cahdan bir dənə illa gələr. Da bu in əməl eləməz. Huruf əməl eləməz. Diqqət buyurun. Yalnız gahi بعد از لیسه و حروف شبیه به لیسه حرف الا می آید و آن حروف غیر عامل می شوند. مثال دائم قرآن داخل این هو الا وحیان این هو الا cümle nazıymış. İn huve vehyen. Evvelde buzuymuş da. Diyor ki in şabih beleyse bu merfu ismi in bu da mensub haberi in اصل جمله نمونیش هو وحیون به علاوه ان با مبتدا و خبر هو وحیون مبتدا خبر اول نمه جلده حرف شبیه به لیسه این dikkat edin ama. Bir tane mubtada haber varmış. Onun evveline bir tane nasıha gelebilir. Nasıha nerede? Şabih beleyse. Geldi, vahyonun inine de mensup eledi. Oldu in huve vahye. İdi diyor, bir tane illa var mızdı ki, gələm bu inin əməlin iptal elər, qoymaz əməl eləyə. Bunu tərkib eləyəndə Quranda, in huvə illa vəhyun, diyor ki, hərfi şəbih be leysəyə qeyri-amil. Bu amili de indi qeyri-amil oldu. Ne mənə qeyri-amil elədi? İlla. Bəs bu olacaq mubtada, bu da olacaq xəbər. Əvvəl cümləmiz huvə vəhyun idi. Əvvəl cümlə huvə vəhyun. En izaf oldu, üstəki oldu. Oldu üstəki. Sonra illa gəldi qeyddə əvvəlki haləti. O bunlar batil eləmişdi. Mübtəda xəbəri batil elədi da. Oldu ismi xəbər. Bu da gəldi dedi qabağa vallam qoymaram. Qeyddə əvvəlki haləti. نه شما bekardı. Bəli. Bekardı. Bekardı da. Müzahimdir.
İlla muzat. İlla da yok. Koymarım. İlla billah. Gedəcək dədə baba yoluna. خب bu da huruf şebih belirsi. Şimdi kaldı huruf cel. Burası ne? Sazdur. Bir tane Arabi klasında bir şiir var. Qədimdən Əbu Nəsr Fərahi. Bu hurufu cərri ki 17-18 dənədir. Yapışdı pibinə. Bir şiir düzəldi. Deyib bab و تاب و کاف و لام و واو و منز و مسخلا ربها شافی ان ادا حتی الا. O da zapt oldu da. Bir de söyleyeyim. Ba yani beda. Ba و تا. تا da yani ta. با و تا و کاف و لام و واو و منز و مسخلا ربها شافی ان ادا حتی الا. Bir de yazmıştık babını. Siz hadanya Böyle orada var, hurufu çarede var, ben ona bak. hem de hurufu zerriz öyle. Elbette ben orada bir dalga bak yazmışım. Bu şiir, bazen de bu şiiri ben okuyorlar. Bir yerde yazmıştım ben bunu. Ben ne yazmışım? Babu, tabu, kafu, lamu, vavu. Munzu, muskhala, rubbe, haşa, fi, en, eda, hatta ila. Yaxşı, bizə də ben olar. Xoş. Bunlar deyirlər huruf cər. Əlbəttə, indidən ərzəliyəm. Bu nəhvə şey, indi cildə əvvəl sərfə qutaydıq. İndi müxtəsər huruflar arası danışdıq. Aslisi bundan. Nəhvədə axirin dərsimiz yenə bu hurufdur. Hurufu çiçekten bana. Axir bəhsimiz hurufdur. İndi məsələn B oxuduq abi da. B hərfi cərridir. Bella, Besmi, bunlar ismə kəsrə verirlər. İstinaxina. Ona deyirlər cər. Məsələn, İsmullah. İsmullahirrahmanirrahim. İsmodur. Bu ne evvelleri beygotlar. Onu Bismillahirrahmanirrahim. Şimdi buna derler zar, buna derler mecrur. Bir Kur'an'ı. Bil Kur'an'ı. Şimdi mesela bize el-asru bir tane harfi zercatımın evvela. Onu vel-asri andolu asre vellah, billah, tellah Allahu Allah Allah. Şimdi bu isyan Billahi. becati, billah vellah ya tellah tellahi olar. Billahi vellahi tellahi. Üçün də mənası bir, yəni qəsəm bə xuda. Xoş, bunun mənalar var. Nəhvin axir cələsəsi ki, 2-3 cələsə tul çəkəcək. Mümkün 5 cələsə tul çəkəcək bu huruf. Ənva-i B var. Biz indi birini oxuduq. Hərfi qəsəm. Muntaha Bismillah'dakı hərfi qəsəmdə ki, o به وسیله خداونده با استعانت من انواع من var من یعنی از مثلا دیسن چی من یعنی از شتبتو حالا بیادم بله گلمه بالله Besmi. Bakın bu belə mütəfavitdir.
بالله یعنی قسم به خدا. بسم ببرسی یعنی با استعانت از نام خدا. بالکلمه بوده با وسیله دی، یعنی به وسیله کلمه، به وسیله قسم استعانت. من دوازده. من یعنی از. من یعنی از. دیدن چی؟ من inde. از من inde الله olmaz. دیدن چی؟ اشترایتو اولا اشترایتو گلمن یادمه کلمی خریدم. دیدن چی؟ من ذهبن من. Bu men fark eder. Bu men'den şimdi yazıyorum. Güzel şey. Minel medreseti ile suke. Bu da azde. Bu da azde. Yoksa güzel şey. اشتريته من التفاح. تفاح یعنی سیب. بودم منده. üç tane min yazın Allah. Minel medresete ilel suge, az medrese ta bazar. Bu şuru manasındadır. Şuru minel beyte ile medrese. Minel medrese. دیسنج اشتريت من التفاح خریدم از سیب ها. از سیب ها یعنی قسمتی. منادیل من بعضیه. من بعضیه. Almaların hamısını götürmedim ki. Arpuz oldu ki bir kutu götüreyim. Ben kestim alma, pulum satmaz bir kutuya. Bir kilo götürürüm. Almalardan götürün. O da koysa seçer. Değil tutar şeyde 200 tümen, özür verse 150. Diyem bir kalem yazıldım az cins tala. Az tala, talayı. Buna derler meni cinsiyet. Fakat işaretledim. Ha bunlar ahirinde seçi Arap'da okuyacaklardı. Xo'p, bu bir nüşte. Bu hurufatın manasını bilenden sonra özü de bakın bir. Özünden sonra açı çalmaya kəsəvədə minəl mədrəsəti minət tufahi min zəhəbin huruf-i cərridir da. Huruf-i cərrə deyirlər car. Car ismi faildir. Sonraki kəlməyə deyirlər məcrur. Deyirsən ki, billahi. Billah car və məcrurdur. Car ismi faildir. Carir. Bu car və məcrur gahdan şibh cümlə olar. Deyirəm ki,
مثلا الکتاب و کتاب فی یدی bu مبتداdır. Bu da xəbərdir az növ şibə cümlə. جار و مجرور جاهدان متمم یا مفعول olar. مفعول غیر صریح یا با واسطه. دیدن که نظر تو ilal menazere bu fiil و فاعل bu da jar و مجرور. اما bu متممده یعنی به مناظر نگاه کردم. یعنی چه؟ یعنی مناظر را دیدم. مناظر را دیدم. به مناظر نگاه کردم. oldu مفعول. متمم bir de büyüdü. Mutemmim nasıl büyüdü? Mutemmim yani mükemmel de. Farsıda mutemmim derler. Arabida mef'ul gayri sarih derler. Deyirəm ki, nigah kərdim. Eğer bunun demesek cümlemiz naqısıdır. Bu cümle bir şey naqısı var. Yani bunu tamam eləyə var. Nigah kərdim. Deyirəm medrese minel beyt. Medrese ta ev. Ev ta medrese. Minel medrese ta ilel beyt. Bu min el medrese. Bakın bir. Diyeceğim şey Ayman. Zahaptu. Zahaptu önemli. Rafta. Minel beyti ilel medreseti. Təhtüsün rəftəm cümləmiz naqısdır bu. Dedi o haracətdir. Gəh bunun bir mütəmmim istəyir bu. Az xanə rəftəm. Haracan getdin? Mədrəsəyə cər. Az xanə ta mədrəsə iki dənə mütəmmim ehtiyac var bu cümləyə, rəftəmə. Məful deyil ki, bəli mütəmmim. Cahdan fe'lilər mütəmmimə ehtiyacı var. Yani bir kelimati ki o manasını tamam ediyor. O mütemmimlere Arabida mef'ulda diyorlar. Yani bir cahil çeçizle koca mani olur da. Be çeçiz, be koca, az koca. Çeçizle olur mef'ul. Rac az mef'ulu sarih olur. Ama be çeçiz, az koca, be koca ona diyorlar mütemmim. Belki şimdi bir şey jar-ı mecrur ha. Jar gahi زاید است. زاید یعنی برای تأکید. در اول مثلا فاعل
یا مبتدا یا خبر بروز آنچه کفا بالله وکیلا کفا فعل ده الله فاعل ده Damına çağrı mecbur demeyecek. Diyecek zayid. Manası yani hatmendir. Hatmen Xuda kafir. Kəfa billahi vəkil. Bu keçən dərslərimizdə çox işlərin gəldi. Daha çox təkid edən bilim üçün bunları deməmişdim. Bundan belə gözəl oldu. Deyəcək hərf zərri zaid. Hərf zərri zaid yəni bəray təkiddir. Mümkündür mübtədanın əvvəlinə gələr, mümkündür xəbərin əvvəlinə gələr, mümkündür məfulun əvvəlinə gələr. Usta, kəfa billahi vəkila mənası nə büyüdür? Həttəmən Xuda bu ünvanı vəkil kafist. İndi B olmasaydı kəfa Allah. Kəfəllahu olaydı. Onda mənası nə olardı? Elə onda da həttəmən olmazdı da Xuda kafist. Amma istədiyə Xuda həttəmən kafist. Aslında mənası Xuda. Yaz kəfa Allahu vəkilən. Mənası olar Xuda bu ünvanı vəkil kafist. Onun da altında yaz kəfa billahi vəkilən. Mənası olar Xuda həttəmən kafist. O həttəmən yapışdı B-yə. Mamdun, sağ ol. Yaxşı, ana bunlar qutuldu. Hurufatda qutuldu. Biz də bax sərfi qutardıq. Bir miqdarda nəhvdən demişik. İndi yazın mövzu cələsəyə bənd. Ünvan 10, 7'sidir. 6'sıdır. Olacaq 20'si. Hə, ondakı nasıl 20'dir? Ben iyiymiş o. 20'si olar. İşte yazda sifsa mevzu fehristi metalebi nehve bu yeç do اعراب تعبیر اقسام Bunlar ise nəhvən müqəddəmatıdır. Ki, əsl nəhvi qalan bayramdan sonra. Bu ki biz nəhvədən çox oxumuşuq, tərkib oxumuşuq, müqtəda, xəbər, feil, fail, məful, bunlar cümlə ismiyyə, cümlə feiliyyə. Bəli, onları bu da Kamille dağıtıyor. ha kamillədir. Tamam. Yorulduzla başlayalım. Da bu bəhs tutuldu. Ay sonra belə qəzə vereyim. Yox, çox sağ ol. Aparım da, nəmlisini veribsən mən. Allah sağ ol. Çox sağ ol. O sizin lazımız. O ruzu məbadada bir zaman gəlsə lazımımız olur. Allah istirahat edin. Bu vərəqəçi barımız daha təciziyə, sualata cavab verilir. Da indi siz bu vərəqədə heç müşkiliniz olmuyor. Ay sağ ol. Baba niye zahmet ediyorsun?
sifariş edip her ikisinden de götürün. Sifariş, her ikisini götürün. Usta bir tane karşımızda. Kabul götürün bunu ileri kakos. Şu var. Buyurun. Hamısını ileri. Hemen önüne kakao söyle. Bak. Bu ne zaman seçtin? Bu senin. Yok, göt tut daha. Bu el o sizinki dostum. Bak böyle de bu işin bir nefer xana var. Da yok da bes. Yok bes. Müteşekkir Hamısı yıldık. Nasıl bunlar bir tane cümle soruşturma çok var. Hı. Şefallahu vekilen Evet. Şefallahu vekilen. Ben tam benim nasıl? İndi şefa billahi vekilahu. Şimdi bu gelende İyi oldu. Güzel bir oldu. şefa billahu vekilen. Billahi. Billah. Şefallahu. Kefallahu vekile. Şefa billahi vekilen. Vekil. Teşekkür. Vekilim fekilemez. Çok teşekkür. Hı? Varsa mı? Fehristi de. Ben biraz daha diyeyim de yanından çıktı.